barmağa üzük taxmağın fəziləti və onun qaydaları haqqında. Bu haqda nəql olunmuş hədis və rəvayətlərdə üzüyün sağ ələ taxılması tövsiyə edilmişdir. Üzərində müqəddəs yazı, şəkil, daş olan üzüklər ayaq yoluna gedərkən barmaqdan çıxarılmalıdır. Həzrəti Peyğəmbər Əli əleyhissalama etdiyi tövsiyələrinin birində buyurur: bizə iman gətirmiş həqiqi müsəlmanlar üzüklərini sağ əllərinə taxarlar. Mikail və Cəbrail da bu sünnətə əməl edərlər. Bu işi sənə də tövsiyə edirəm. Üzük qaşlarının ən fəzilətlisi isə qırmızı əqiqdir. Kişilərə qızıl haram olduğu üçün onlar gümüş üzüklərdən istifadə etməlidirlər. Adi dəmir, polad və bürüncdən düzəldilmiş üzüklərdən istər kişi, istərsə də qadın istifadə etmək məkruhdur. Peyğəmbər salavatullahın barmağına taxdığı üzük gümüşdən idi. Üzüyün üzərində bu sözlər yazılmışdı: Muhammedun Rasulullah. Həzrət Əli adətən 4 üzük taxardı. Bəla və düşmənlərindən qorunmaq üçün əqiq, bəzək üçün yaqut, qüvvət üçün Çin əqiqi, köməkli üçün isə firuzə qaşlı üzüklər taxardı. İmam Sadiq əleyhissalamdan nəql olunmuş hədisdə deyilir: barmaqlarına əqiq üzük taxan əməli salih möminlər hər zaman xoşa gəlməz hadisələrdən və qəm-qüssədən uzaq olarlar. Rəvayətlərdən birində deyilir: cənnətdə qırmızı, sarı və ağ rəngli əqiqdən 3 dağ vardır və onların hər birinin üzərində 3 ev vardır. Bu evlərdən biri Həzrəti Peyğəmbər, biri Həzrəti Fatimənin, o biri isə İmam Əlinindir. Evlərin altından buz kimi soyuq və süd kimi ağ çaylar axır. Bu çaylardan yalnız Peyğəmbər, onun övladları və onların davamçıları içər. Allah Taala əqiq üzük taxılmış əlləri daha çox sevər və dualarını müstəcəb edər. İmam Hüseyndən nəql olunmuş hədisdə deyilir: Həzrəti Musa Tur dağında Allah Taala ilə münacat etdiyi zaman yerə nəzər saldı və üzünün nurundan əqiq yarandı. Sonra Allah Taaladan ona belə bir xitab gəldi: And olsun müqəddəs zatıma, Əli